Zəng elib minnətdarlıq bildirir mənə. Deməli, bir 2 ay, 3 ay olar da yazmışdı ki, mənə istəyirəm meyvə satın, məhlə, nəsə danışdıq, qısas deyim də. Bəzi ümumi təcrübəmdə olan bir şeylərdən bölüşdüm. Bəzi suallar verdi, cavab verdim. Təmənnasız da, yəni mənə bəzi yazırlar, kurs falan belə şeylər yoxdur məndə, amma təmənnasız mənə xoşdur, kimsə soruşur. Qısası, indi bugün mənə yazıb ki, zəng eləyir ki, artıq bir günə bugün meyvə satmaqla deyir, 300 manat pul qazanmışam bugünüm. Bir neçə gün deyir 200-150 zad olurdu, bundan qabaqki bir ay, neçə ay ərzində. Mənə minnətdarlıq bildirir, siz dediniz. Bax, elə bir ki, mən indi bir dənə məsələ gətirəcəm. Yəni ki, mən deməmişəm də, onu mən eləməmişəm, özünüz eləmişsiniz. Yəni, başqa adam ola bilərdi, mən eyni sözləri deyərdim, onda alınmazdı. Məsələ də bunu gətirirəm. İllər öncə mən bankda işləyəndə, şöbə rəisi işləyirdim də. Bir dənə dostum mənə dedi ki, filan kəs var, universiteti təzə qutarıb, işə götürə bilərsən onu. Bizdə də bankda belə idi, yəni işə şəxs mən heç kimi götürə bilməzdim. Hətta yəni istənilən vəzifədə olan adam götürmürdü də. CV verirdiniz, həqiqətən də nəsə gəlirdi, cavablandırırdı, hamı kimi də. Ümumi bir şey dedim buna, cavabı belə verdim ki, gir sayta, falan.az saytına, CV-ni qoy orada. Gələcəklər intervyu da, müsaqibə. Nəsə gələcək intervyu verəsən, götürəcəklər, götürməyəcəklər də mən heç nə deyə bilmərəm, amma yolu budur. Əgər bizdə işləmək istəsənsə, üstündən haradasa bir 2-3 həftə keçər, mənə deyir, haradasan, axşam deyirəm, mən falan yerdə, deyir, gələ bilərsən nargiləyə, falan yerdə oturmuşum. Mən də indi hörmət elədiyim bir insan idi, durdum, getdim. Vaxtım da var idi eyni zamanda. Gəldim, otağın dedi, girmişəm, görürəm bir neçə adam oturub, həmin uşaq indi sonradan başa düşdüm, hansı ki, nəsə onun atası, mənə deyirlər, minnətdarım sənə falan. Mən də başa sallam ki, mən onu düzəltməmişəm bir şeydə. Maşallah uşaq bilikli olub, gedib müvəffəqiyyətlə keçib müsabiqəni və qəbul ediblər onu. Ona görə, yəni o uşaq biliksiz olsaydı, düşməyəcəkdi. Bax, elə də yəni işə qəbul olunmayacaqdı da. Özü nə edirsə özü eləyir. Elə də sizin özünüz, bayaq mən telefonla danışırız. Deyirsiniz ki, çox sağ olun, minnətdarım. Düz deyə minnətdarlıq bildirirsiniz. Təsadüfən indi məndən soruşmusunuz. Mən ümumi şeylər cavabını vermişəm. Amma əsas hamıya ünvanlamaq istəyirəm sözümü. Sizin özünüzdən asılıdır. Yəni kimsə sizə cüzi belə 1% qədər nəsə kömək eləyə bilər. Amma əsas vəziyyəti özünüz başa düşmüsünüz və işi özünüz qurmusunuz, düz anlamısınız ki, indi bugün deyirsiniz, belə bazar günü olub, indi satışınız artıq olub, Allah bundan da artıq eləsin. Belə də ki, imkanlar çoxdur, yəni istənilən sahəyə girişib nəsə bir işlər görə bilərsiniz, hamıya aid.